Dövlət Təhlükəsizlik Xidməti Bakıdakı səfirliyə terror hücumunu ifşa etdi. Ermənistan 2026-cı ildə ordumuza bu şansı versə, Rusiya Cənubi Qafqazda təsirini belə itirir. Ukrayna kəşfiyyatı. Rus ordusu bütün cəbhə boyu hücuma keçdi. Gerasimov. Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları 2000-ci il təvəllüdlü Abuzər Əl-Mühacir dini ləqəbli İlqar İlhamoğlu Quliyev, 2005-ci il təvəllüdlü Abdürrəşid dini ləqəbli Amin Elşadoğlu Piriyev və 2005-ci il təvəllüdlü Abdurrəhman Əl-Azəri dini ləqəbli Elvin Sənanoğlu Əlizadənin dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdı. Adı çəkilən şəxslər IŞİD terror təşkilatının Vilayəti Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir. İlk baxışda bir qədər anormal görünən Nikol Paşinyan de jure Ermənistanı xilas etməklə məşğuldur və böyük ölçüdə buna nail olub. O, 2018-ci ildə hakimiyyətə gələndən sonra 2016-cı il Aprel Savaşının dayandırılması üçün Serj Sarkisyanın üzərinə götürdüyü öhdəliklərdən, işğal edilən ərazilərin azad edilməsindən yayınmağa çalışdı. Aprel Savaşında Sarkisyan öhdəlik götürmüşdü. Rusiya isə zəmanətçi rolunda çıxış edirdi. Həmin vaxt Rusiya-yönlü hakimiyyətin Rusiyanın zəmanət verdiyi öhdəliyi yerinə yetirməmək fürsəti yox idi. Sarkisyan işğal edilən torpaqları qaytarmaqdan başqa yolu olmadığını görərək hakimiyyəti Paşinyana ötürmüşdü. Paşinyan qərbin adamı sayılırdı və Ermənistana alternativ ortaya qoyma imkanı verə bilərdi. Bir ümid yaranmışdı ki, Rusiya öhdəliyi yerinə yetirməyi tələb edirsə, Avropa Paşinyana əraziləri işğalda saxlamağa dəstək ola bilər. Alınmadı və Paşinyan yeni müharibə və yeni ərazilər siyasəti elan etdi. Dünyanı fakt qarşısında qoymağa çalışdı. 2020-ci ilin iyulunda buna cəhd edildi. Yenə alınmadı və Azərbaycan ordusunun misilsiz, sürətli hücumu ilə bu siyasət darmadağın oldu. Avropa Paşinyana lazım olandan da artıq dəstək göstərdi. Azərbaycana təzyiq etdi. Ancaq rəsmi Bakının dəmir iradəsinə təsir etmək mümkün olmadı. Üstəlik, Azərbaycan ordusu tarixi missiyanı inanılmaz sürət və çevikliklə yerinə yetirdi. Bunun ardınca isə yeni dünya nizamının qurulması prosesi sürətləndi. Bu proses üçünsə əvvəlcə əlbəttə ki, köhnə dünya nizamı tam dağılmalıydı. Rusiya 24 fevral 2022-ci ildə köhnə dünya nizamına hücuma keçdi. Güc faktoru önə çıxdı. Köhnə nizamın dağıldığı, yeni nizamın hələ qurulmadığı bir anda gücün haqqı reallığı yarandı ki, məhz bu məqamda da Paşinyan tələsi Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Paşinyanın 2022-ci ilin ikinci yarısından elan etdiyi bir şüar var. 29.743 kvadrat kilometr əraziyə malik Ermənistanı rəsmiləşdirmək, tanıtmaq, kupçasını almaq. Paşinyana kimsə başa saldı ki, Azərbaycanın rəsmən tanımadığı və ərazi bütövlüyünü qəbul etmədiyi Ermənistan indiki sərhədlərində mövcud olmaya bilər. Yəni, Cümhuriyyətin varisi olduğunu elan edən Azərbaycan, Azərbaycan Xalq Cəbhəsinin ərazisinə iddia edə və
gücün haqqının önə çıxdığı indiki vaxtda dünyanı real fakt qarşısında qoya bilər. 2021-ci ildə Türkiyə ilə Şuşa bəyannaməsi imzalayan Azərbaycanın özünü sığortaladığı və NATO'nun ən güclü 2-ci ordusunun himayəsinə girdiyini də bura əlavə etmək olar. Ona görə Paşinyan real Ermənistanı qəbul etdirməyə tələsdi. Əgər Azərbaycana iddiaları davam etdirsəydi, ən pis halda Azərbaycan ordusu Ermənistanın 30 kilometr dərinliyində təhlükəsizlik zolağı yarada. Ən yaxşı halda isə tarixi ərazilərini geri ala bilərdi. Paşinyan Azərbaycan ərazisinə iddiadan əl çəkdi, işğal siyasətindən imtina etdi və Azərbaycandan Ermənistanın ərazisini tanımasını istədi. Paşinyan bu arzusuna nail oldu. Yəni 2022-ci ilin 6 oktyabrı əslində Ermənistanın xilas günüdür. Bugün Yerabulurda anım mərasimi keçirilir. Ermənistan parlamenti 27 yanvarı vətən müdafiəçilərinin anım günü elan edib. Qeyri-iş günüdür və bugün Yerabulura gələn revanşistlər yenə də Qarabağa iddia irəli sürüblər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Paşinyanı qınayıblar və bu siyasəti Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiklərini bir daha elan ediblər. 2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək. Doğrudur, revanşistlərin hakimiyyətə gəlmə ehtimalı zəifdir. Hazırki sorğulara görə reytinqləri Hakim Mülki Müqavilə Partiyasından çox aşağıdır. Ancaq revanşistlər Serj Sarkisyan və Robert Köçəryan hakimiyyətə gələrsə və Paşinyanın imzaladığı sazişdən çıxarlarsa, Azərbaycana ərazi iddialarını yenidən siyasi taleylərinə çevirərlərsə, Azərbaycan ordusuna tarixi torpaqları qaytarmaq üçün daha bir şans vermiş olarlar. Azərbaycanın bu şansı qaçırmayacağını hamı bilir. Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu proqramı tədricən Rusiyanı Cənubi Qafqazda əsas oyunçu mövqeyindən məhrum edir. Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib. Ən azı 49 il ərzində Ermənistan Amerika Birləşmiş Ştatları birgə idarə etmə şirkəti layihənin fəaliyyətini və keçmiş rəqiblər arasında kommunikasiyasını təmin edəcək. Son vaxtlara qədər Moskva regionda əsas və yeganə vasitəçi kimi çıxış edirdi. Trip çərçivəsində İranla sərhəd boyunca uzanan dəmir yolu xəttinə paralel neft və qaz kəmərlərinin, optik lifli şəbəkələrin çəkilməsi, eləcə də avtomobil yolu infrastrukturunun yaradılması planlaşdırılır. Bu dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrindən keçən Transxəzər marşrutunun vacib həlqəsi olacaq. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın sözlərinə görə, layihədə Rusiyanın iştirakı Amerika Birləşmiş Ştatları və Ermənistan tərəfindən ümumiyyətlə müzakirə olunmayıb. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan hazırda Ermənistan dəmir yollarının konsesiyaçısı olan Rusiya Dəmir Yolları ASC-yə demək olar ki, ultimativ müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə qədər dağıdılmış dəmir yolu xəttlərinin tez bir zamanda bərpasını təklif edib. Əks halda bu işlər Ermənistanın hesabına həyata keçiriləcək ki, bu da Rusiyanın regiondakı mövcudluğunun məqsəd uyğunluğunu sual altına qoyacaq. Məlumatda qeyd olunur. Rusiya ordusu bütün cəbhə boyu hücum əməliyyatları aparır. Bunu Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov deyib. Yanvar ayının əvvəlindən bəri 17 yaşayış məntəqəsi ələ keçirilib və bununla da 500 kvadrat kilometrdən çox ərazi nəzarətimizə keçib. Kupyansk, Uzlovaya ələ keçirilib və şəhərin məhəllələri təmizlənir. Gerasimov bildirib. Onun sözlərinə görə hərbçilər Kavşarovka və Qluşkovka yaşayış məntəqələrində döyüş əməliyyatları aparır və Kovalevka istiqamətində irəliləyirlər. Rubtsovsk və Krasnolimansk istiqamətində hücum uğurla davam edir. 25-ci ordunun bölmələri Krasny Liman və İliçevkada küçə döyüşləri aparır. Svyatiya Gori Milli Parkında Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin məhv edilməsi davam edir. 20-ci ordunun bölmələri Drabişeva, Yarovaya və Sasnovaya yaşayış məntəqələrinin ələ keçirilməsini başa çatdırır.